Salam, əziz rus dili sevərlər. Mən Fidan Türksoy. Kim çoxdan izləyirsə və yaxud abunə olubsa, artıq məni tanıyırsınız. Yox, ilk dəfədə qarşınıza çıxıramsa, mütləq şəkildə səhifəmə abunə olun. Çünki təzə videolardan dərhal xəbərdar olacaqsınız və qarşıda da sizi çox və çox maraqlı videolar gözləyir. Bu 100%-dir. Deməli, gəlin bugün sizinlə müzakirə edək qavarit və skazat fe'llərini. Fərqləri nədədir? Nə zaman istifadə olunur? Üç zamanda da necə hallanır? Bu haqda bilmək istəyirsinizsə, mütləq şəkildə videomuzu sona kimi izləyin. Hazırsınızsa başlayaq. Deməli, qavarit və skazat ikisinin də tərcüməsi demək deməkdir. Amma harda istifadə olunur? Nə zaman istifadə olunur? Deməli, skazat bir dəfə deyəndə, yəni, gəlin nümunə gətirim də sizin üçün. Məsələn, uşaq nəyisə sizdən xahiş edir və valideyn olaraq deyirsiniz ki, mən dedim, ya сказал və yaxud ya сказал. Və yaxud soruşursunuz ki, sən ona dedin, ты сказал və yaxud сказала ему və yaxud ей. Bu bir dəfə deyəndə istifadə olunur. Bəs yaxşı, bir neçə dəfə deyəndə necə deyəcəksiniz? Sözsüz ki, говорить. Məsələn, deyirsiniz ki, mən deyirəm, ancaq o məni eşitmir. Mən deyirəm, ancaq o məni eşitmir. Azərbaycan dilində diqqətlə fikir verin. Mən dedim, o məni eşitmir, yox. Mən deyirəm, o məni eşitmir. Я говорю, он və yaxud она меня не слушает. Və yaxud, məsəl üçün, mən heç kimə deməmişəm. Mən heç kimə deməmişəm. Я никому не говорил və yaxud не говорила. Я никому не говорил və yaxud не говорила. Mən heç kimə deməmişəm. Sonra biz yorulduq sənə deməkdən. Yenə də Azərbaycanda diqqət yetirin. Biz yorulduk sənə deməkdən. Мы устали говорить тебе. Мы устали говорить тебе. Artıq устать fe'li, yorulmaq fe'li dərhal sizə göstərir ki, bu artıq neçə dəfə deyilib ki, yorulma bezmə dərəcəsinə gəlib çıxıb. Ona görə də mütləq şəkildə qavarit istifadə edəcəksiniz. Skazat yox. Amma desəz ki, heç kimə deməyəcəm, düzdür? Никому не скажу. Никому не скажу. İndi gəlin, burada qeyd edim sizə, keçmiş zamanda, indiki zamanda və gələcək zamanda bu fe'llər necə istifadə olunacaq. Gördüyünüz kimi, həm keçmiş zamanda qavarit var, həm skazat var. Əgər keçmişdə bir dəfə demişsinizsə, burada сказал, сказала, сказали istifadə edəcəksiniz. Əgər keçmişdə bir neçə dəfə demişsinizsə, yenə də keçmişdə olubsa, говорил, говорила, говорили. İndiki zamanda ancaq qavarit fe'li istifadə olunur. Çünki daimilik və hal-hazırda gedən prosesdə sırf qavarit istifadə edirik. Gələcək zamanda da həmçinin həm qavarit, həm skazat olacaq. Niyə? Çünki gələcəkdə bir dəfə də deyə bilərsiniz, gələcəkdə bir neçə dəfə də deyə bilərsiniz. Ona görə də həm keçmişdə, həm gələcəkdə iki variant var. Tək indiki zamanda bir variant istifadə olunur. Yenə də hamısını qeyd edirəm bura.
ki sizə rahat olsun. Ümid edirəm ki, bununla bağlı bir sualınız olmayacaq. Kim fərdi dərslərə yazılmaq istəyirsə, burada qeyd edirəm kimləri qəbul edirik. Kim imkanı yoxdur, amma həvəsi var, öyrənmək istəyirsə, mütləq şəkildə Telegram qrupuma abunə olun. Telegram qrupuma daxil olun. Bağlı Telegram qrupu olduğuna görə orada dərslər, elə fərdi dərslərdə hansı qaydalar istifadə ediriksə, daha doğrusu keçiriksə, həmən o qaydaları mən orada sizin üçün, ora abunə olanlar üçün tamamilə pulsuzdur. Sadəcə və sadəcə bir dəfəlik giriş üçün 10 manat ödəyirsiniz və salam. Ay, həftə və həftə heç nə lazım deyil. Amma orada olan dərslər dediyim kimi xüsusi mənim metodikam əsnasındadır. Və gələcəkdə fərdi məşğul olacaqsınızsa, mütləq şəkildə siz də dərsə ora qoşulmağınızı tövsiyə edirəm. Niyə? Ora qoşulursunuz, danışıq qrammatikasını bilirsiniz, məşq edirsiniz və sizə qalır sadəcə onu tətbiq etmək, danışmaq ki, artıq öyrəncəlik dərəcəyə gəlsin, çıxsın. Ona görə də o qrupa mütləq şəkildə qoşulun ki, fərdi şəkildə məsəl üçün kurs 5 aylıqdırsa, sizin üçün artıq olacaq 3 aylıq. Niyə? Çünki qrammatikanı artıq dərinliyə varmaq lazım deyil. Bu da fikir verin ki, nə qədər vaxtınıza qənaət etmiş olursunuz.